Bizim mətbəxdə kartof hər yerdədir, elə deyilmi? Bozbaşda, paytaxt salatında, demək olar ki, hər yeməkdə var. Amma heç fikirləşmisiniz ki, bu qədər sadə görünən bir tərəvəzin əslində öz elmi var? Bax, bugün biz məhz o elmin, o sirlərin dərinliyinə enəcəyik. Bax, bu sual inanın ki, çox mətbəxdə mübahisəyə səbəb olub. Həqiqi kumpir, yəni sobada bişmiş kartof doğrudanmı bişirilir, yoxsa tamam başqa bir proses gedir? Gəlin bu sirrin üstünü açaq, bu məsələyə bir dəfəlik nöqtə qoyaq. Deməli, mətbəxdə edilən ən böyük səhvlərdən biri budur. Kartofu folqaya bükmək. Bilirsiniz niyə? Çünki folqa kartofu bişirmir, əslində onu buğulayır. Bütün o nəmi içəridə həbs edir və nəticədə nə olur? Xəyal etdiyimiz o xırt-xırt qabıq əvəzinə nəm, yapışqan bir kartof çıxır. Yəni, əsl sobada bişmiş o ləzzətli kumpir üçün ilk qayda folqanı unutmaqdır. Yaxşı, bəs bugün nələrdən danışacağıq? Sizi qısaca bir səyahətə çıxaracağıq. İki fərqli kartofun hekayəsindən başlayıb, peşəkar mətbəx sirlərinə qədər gedəcəyik. Sonda isə kartofa baxışınız tamamilə dəyişəcək. Hazırsınızsa başlayaq. İndi gəldik bütün bu kartof məsələsinin necə deyərlər qızıl qaydasına. Əsas prinsip budur. Bütün kartoflar eyni deyil. Bəli, bu qədər sadə. Gəlin görək bu nə deməkdir və aralarındakı fərq nədir? Baxın, ekranda iki əsas kartof növünü görürük. Nişastalı və bərk. Onların fərqi təkcə adında və ya görünüşündə deyil, heç də. Biri mükəmməl püre və frey üçün yaranıb, o birisi isə salatların, bozbaş kimi yeməklərin əvəz olunmazıdır. Bəs niyə? Gəlin indi bunun elmi izahına baxaq. Hər şeyin cavabı bu cədvəldədir. Məsələ tamamilə nişasta və suyun miqdarındadır. Baxın, nişastası çox olan kartoflar bişəndə pambıq kimi yumşalır, asanlıqla əzilir. Mükəmməl püre məhz budur. Amma bərk kartoflarda nişasta az, su isə çoxdur. Ona görə də onlar bişəndə formasını itirmir, bərk qalır. Məhz bu kiçik elmi fərq hansı kartofun hansı yeməyə gedəcəyini müəyyən edir. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Gəlin indi görək bu biliklər mətbəxdə, real yeməklərdə necə işləyir. Heç fikirləşmisiniz ki, niyə evdə hazırladığınız kartof fri heç vaxt restoranlardakı kimi olmur? Cavab çox güman ki, kartof seçimindədir. Əgər xırt-xırt qızılı qabıq və pambıq kimi yumşaq içlik istəyirsinizsə, sizə nişastası bol, suyu isə az olan kartoflar lazımdır. Çünki belə kartoflar yağı canına çəkmir, nəticədə islanıb yumşalmır, əksinə mükəmməl qızarır. İndi də gələk bozbaşa. Təsəvvür edin, yemək saatlarla qaynayır, amma içindəki kartoflar sanki heç nə olmamış kimi bütöv qalır. Necə olur bu? Cavab əlbəttə ki, bərk növ kartoflardadır. Onların o möhkəm quruluşu uzun bişmə müddətinə meydan oxuyur, əzilib sıyığa dönmür. Yeməyin həm dadını, həm də görünüşünü qoruyur. Və əlbəttə ki, paytaxt salatı. Əgər salatınızda kartofların əzilib püri halına gəlməsini istəmirsinizsə, qayda birdir. Mütləq bərk növ kartof seçin. Beləcə o gözəl kub formaları olduğu kimi qalacaq və salatınız sıyıq yox, əsl paytaxt salatı olacaq. Bax, bu kiçik bir seçim nəticəni inanılmaz dərəcədə dəyişir. Yaxşı, indi gəlin biraz da dərinə gedək. Peşəkar aşbazların bildiyi, amma çox vaxt sir saxladığı bəzi texnikaları sizlərlə bölüşmək istəyirəm. Bunlar sizin evdə hazırladığınız yeməkləri tamam başqa bir səviyyəyə çıxaracaq. Mükəmməl kartof püresi hazırlamaq istəyirsiniz, o zaman bu 3 qızıl qaydanı yadda saxlayın. Birincisi, kartofları həmişə soyuq suya qoyub qaynamağa başlayın ki, bərabər bişsinlər. İkincisi, bişdikdən sonra suyunu süzüb bir neçə dəqiqəlik sobada qurudun ki, artıq nəmi getsin. Və ən əsası üçüncüsü, heç vaxt blender istifadə etməyin. Blender o nişasta hüceyrələrini partladır və pürenizi yapışqana, rezinə çevirir. Əsl pambıq kimi püre üçün əl əzicisi şərtdir. İndi isə sizə çox vacib bir məsləhət verim. Bilirsiniz, başqa tərəvəzləri bişirəndən sonra rəngini saxlamaq üçün buzlu suya salırlar. Amma bunu kartofa etsəniz, əsl fəlakət olar. Niyə? Çünki kartof süngər kimidir. O soyuq suyu dərhal canına çəkəcək. Nəticə, sulu, dadsız bir şey. Yəni qayda budur. Kartofu heç vaxt şoklamayın. Deməli, düzgün kartofu seçdik, onu necə bişirəcəyimizi də öyrəndik. Amma iş bununla bitmir. Onu evdə necə saxlamaq lazımdır ki, həm təzə qalsın, həm də təhlükəsiz olsun. Gəlin indi də bu məsələyə baxaq. Kartofu saxlamağın bir neçə əsas qaydası var. Birincisi, sərin, qaranlıq və quru bir yer olmalıdır. İkincisi, və bu çox vacibdir, heç vaxt soyuducuya qoymayın. Soyuq temperatur nişastanı şəkərə çevirir, sonra da qızardanda o şirin, qəribə bir dad gəlir. Həmçinin, günəş işığından uzaq tutun, yoxsa cücərəcək. Bir də ki, soğanla yan-yana qoymayın. Soğanın qazı kartofu daha tez cücərir. Və bir də çox kritik bir məsələ var, yaşıl kartof. Əgər kartofun hər hansı bir yerində yaşıllıq görürsünüzsə, bilin ki, bu təkcə acı dad demək deyil. Bu həm də təhlükə deməkdir.
O yaşıl hissələrdə salanin adlı zəhərli bir maddə yaranır. Ona görə də qayda qətidir. Bütün yaşıl hissələri dərindən kəsib atın. Bu, sağlamlığınız üçün çox vacibdir. Beləliklə, bugün gördük ki, o hər gün istifadə etdiyimiz sadə kartof əslində heç də o qədər sadə deyilmiş. Onun da öz elmi, öz sirləri var imiş. Gəlin indi bu səyahətimizi yekunlaşdıraq. İndi bütün bu sirləri öyrəndikdən sonra sizcə kartof hələ də adi bir tərəvəzdir? Artıq bilirsiniz ki, mükəmməl bir yeməyin sirri düzgün kartofu seçib ona uyğun texnikanı tətbiq etməkdədir. Bundan sonra mətbəxə girəndə əminəm ki, kartofa tamam başqa bir gözlə baxacaqsınız. Növbəti yeməyinizdə bu biliklərdən istifadə etmək isə artıq sizin öz əlinizdədir.